71. Limit x yaxınlaşanda pi bölü 2 surətdə cos x məxrəcdə cos x bölü 2 çıxmaq sinus x bölü 2. X'in yerinə pi bölü 2 yazanda surətdə 0 məxrəcdə 0. Deməli, qeyri-müəyyənliyin forması 0 bölünsün 0 şəklindədir. İkiqat bucaq tüsünü surətə tətbiq eləsək, cos kvadrat x bölü 2 çıxmaq sinus kvadrat x bölü 2. Kvadratlar fərqi düsturuna görə surəti vurğulara ayıraq. İxtisar edək. X'in yerinə pi bölü 2 yazanda olur cos pi bölü 4 üstəgəl sinus pi bölü 4. Kök altda 2 bölü 2 plus kök altda 2 bölü 2. Bu deyilir kök altda 2. Cavab D bəndi. Limitin qeyri-müəyyənliyin forması sonsuzluq şəklindədir. X'in yerinə -3 qoyanda. Limit x -3'e yaxınlaşanda buna plus yazaq. X kvadrat minus 9'u vurğulara ayıraq. X minus 3, x plus 3. Burası düşür x minus 3, burası düşür 1. X minus 3 ilə 6'ın toplandı x plus 3. İxtisar gedir. Limit x yaxınlaşanda -3'e 1 böl x minus 3. Bu deyilir -6'da 1. Yeməndi. %73. Limit x -1'e yaxınlaşanda x -1'e yaxınlaşanda sonsuzluq şəklində qeyri-müəyyənlik alınır. Ortaq məxrəc x kvadrat minus 1. X minus 1'e bölündü x plus 1. Burada da 1. X plus 1 çıx 2. Yuxarı eləyir x minus 1. Məxrəc eləyir x minus 1. Burası x plus 1. İxtisar gedir. X plus 1. X -1'e yox 1'e yaxınlaşırmış. 73'te. -1'e yaxınlaşsaydı heç qeyri-müəyyənlik olmaz. Bu
deyilir 2'də 1. A bəndi. Yetmiş dört. X sıfıra yaxınlaşanda 0 bölünsün 0 şəkli qeyri-müəyyən alınır. Qeyri-müəyyənlikdən qurtarmaq üçün kəsin surət məxrəcin surətin qoşmasına vuraq da kök çünki surətdədir. Birincinin kvadratı çıx ikincinin kvadratı. Surətdə belə alındı. Məxrəcə də minus 2 yox, 2'nin kvadratı 4 edir. Minus 4. 4 dərc edir. Limit x bölü sinüs x vurulsun 1 bölü kök altta x plus 4 üstə gəl 2. Limitlər haqqında teoremə görə hasilin limiti limitlərin hasilinə bərabərdir. Eğer her birinin limiti varsa. Burada da her birinin limiti olduğuna göre birinci görkəmli limitin nəticəsidir. Birinci limit bu 1 eləyir. Burada da x'in yerine 0 koyunda 4'te 1 eləyir. 1 də 4'te 1'e vuranda eləyir 4'te 1. D bəndi. 75. 75 de bu tipdendir. Qeyri-müəyyənin də forması 0 bölü 0'dır. Surətin qoşmasına vuranda eləyəcək x plus 16 çıx 16. Məxrəcə də eləyəcək x plus 16 üstə gəl 4. Vurulsun sinüs 2x. On altılar getdi. Alınacağı limit x sıfıra yaxınlaşanda yuxarıda x alındı. 2'ye bırak surəti. Bir də 2'ye bölək. Surət də 2'ye bırak, məxrəci də 2'ye bırak. Limitlər haqqında teoremə görə eğer hasilin her birinin limiti varsa, onda hasilin də limiti var. Yaza bilərik 1 bölmə 2 kök altında x plus 16 plus 4 vurulsun limit x sıfıra yaxınlaşanda 2x bölmə sinüs 2x. Burada 2x yaxınlaşır 0 yaza bilərik. 2x'e tek kimi baxsaq. X sıfıra yaxınlaşanda bu olacaq deməli 1 bölmə 2 vur 4 8.
Bu da 1 elədi. 1 tam 16'da 1. Hurmat da bu. Eləyir 16'da 1. Cevap A bəndi. 76. X'in yerine 1 koyanda 0 bölünsün 0 formada qeyri-müəyyənini alınır. X kvadrat minus 1'i vurguları ayranda eləyir x minus 1, x minus 1. Bu da kök altda x minus 1. X minus 1 de vurguları ayranda kök altda x minus 1. Kök altda x plus 1 vurmaq x plus 1. Getdi ixtisar. X'in yerine 1 koyanda 4'te 1 eləyir. B bəndi. Yetmiş yedi. X 1'e yaxınlaşanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənli idi. Yuxarıdakı kimi yenə vurguları ayırsıq. X minus 1, x plus 1. X minus 1'in yerine kök altda x minus 1, kök altda x plus 1. Sonra x plus 1. Bu da kök altda x minus 1. Getdi bunlar ixtisar. Kök altda x plus 1, x plus 1. X'in yerine 0 koyanda 1 vur 1, o da eləyir 1. Y bəndi. Yetmiş yedi. X'e yaxınlaşırdı 1'e. 0 yazmışım. İki vuranda eləyir 4. Sıfıra yaxınlaşanda heç qeyri-müəyyənlik deyildi o. Yoxlamaq lazımdır əvvəl bunları. 4. C bəndi. 78. X 1'e yaxınlaşanda surət 0, məxrəcdə 0. 0 bölü 0 şəklində qeyri-müəyyənli idi. Məxrəc kvadrat düzəldidir. Vuranda -3, toplayanda -2 eləyən ədəd. 1 ilə -3. 1 ilə -3 onda vurguları ayranda olacaq x minus 1, x plus 3. Surət deyilir kök altda x minus 1. Deməli, məxrəci kökün tapıb vurguları ayırırıq bildiyimiz qayda ilə. Limit x 1'e yaxınlaşanda x minus 1'i təzədən vurguları ayırırıq. Kök altda x minus 1, kök altda x plus 1. X 1'e yaxınlaşanda 2, 4, 8'e 1.
Deməli. 79. X sıfıra yaxınlaşanda 0 bölsün 0 şəklində qeyri-müəyyənlidir. Limit kök altda 1 minus cos x yerinə yaza bilərik 2 sinus kvadrat x bölü 2 2 qat bucaq tuturuq. Burası modulda x. Çıxır bundan kök altda 2 modulda sinus x bölü 2 bölü modulda x. Aşağıdakı kimi burada çevirmə aparaq. Kök altdakı sabitdir. Çıxdı limit işarəsi xaricinə. Kəsirin surətini də 2-lə 1-ə vuraq, məxrəcini də 2-lə 1-ə vuraq. 2-lə 1 vurulsun sinus x bölü 2. Burada da 2'də 1 vur x. 2'də 1 sabit vuruqdur. Çıxır limit işarəsi xaricinə. Kök altda 2 bölü 2. Modulun da xassəsindən istifadə eləsək, modulların nisbəti moduluna bərabərdir. Sinus x bölü 2, bu da x bölü 2. Kök altda 2 bölü 2 vur 1, bu da eləyir kök altda 2 bölü 2. Heştat. 2 qat bucaq tuturuğuna görə 1 minus cos 4x, 2 sinus kvadrat 2x. Kökün xassəsinə görə kök altda 2 vurulsun. Birinci görkəmli limitə görə 2 bölü 1. Bu da edir 2 bölü kök altda 2. 2 vur kök altda 2. C bəndi. X 4'ə yaxınlaşanda 0 bölü 0 şəkli qeyri-müəyyənlidir. Kvadrat üçəlinin kökünü tapırıq. Yəni məxrəcini. Kökünün biri 1 eləyir, biri də 4 eləyir. 1, 4. Onda vurguları arasında olur x minus 1, x minus 4. Surətdə olur kök altda x minus 2. X 4'ə yaxınlaşır, x müsbət ədəddir. Ona görə x-in yerinə kök altda x-in kvadratı yazsıq. Məxrəcə də vurguları ayırarıq. X-in yerinə 4 yazsıq. 3 vur 4. 12'də 1. C bəndi. Nömrə 82. Klasserdə verilənlərdən istifadə edərək A plus B plus C cəmini tapın. A bərabərdir. Limit x sıfıra yaxınlaşanda fx. Yəni kök altda x kvadrat plus 16 minus 4 böl x. X yerinə 0 qoyanda 0 bölü x sıfıra yaxınlaşanda 0 bölünsün 0 formasında qeyri-müəyyənli alınır.
Qeyri-müəyyənliyi hesablamaq üçün kəsrin surət məxrəcin surətin qoşmasına bıraq. On altılar gedəndən sonra x kvadratla da x ixtisar gedir. Burada x. X'in yerine 0 yazanda surət 0 aşağı 8. Bu elədir 0. B'ni hesablayaq. Limit x 3'e yaxınlaşanda. X 3'e yaxınlaşanda surətdə 1, məxrəcdə 3. Elədi 3'də 1. Burada qeyri-müəyyənlik alınmadı. C bəndi. X sonsuzluğa yaxınlaşanda. Sonsuzluq və sonsuzluq şəklində qeyri-müəyyənlikdir. X-ə böləyindi. Deməli, kəsin surəti məxrəcin, kəsin surətin belə məxrəcdəki x-a belə də eləmək olar. X girir kök altına x kvadrat olur. X sonsuza qədər bunlar 0, qaldı 1. Deməli, A üstə gəl B, üstə gəl C. A. Nə tapmışdıq o anı? A'nı 0 tapmışdıq. B'ni 3'də 1, C'ni 1. Bu elədi 3'də 4. D bəndi. Nömrə 83. Klasik A bəndi. Limit x 0'a yaxınlaşanda x kvadrat plus 9 çıx 3 bölü x. X 0'a yaxınlaşanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik. Surətin qoşmasına bıraq. Surət və məxrəci. Surətdə alınacaq x kvadrat plus 9 çıx 9. 9'lar gedəndən sonra ixtisar aparaq. Surətdə x. Cavab 0. B. Limit x 4'e yaxınlaşanda fx x'in yerine 4 yazanda 4 4'ün katı 16 9 5 çıx 3 4'də 2 bu deyilir 2'də 1 bu qeyri-müəyyənlik 4.
C. X'in yerine burada x sonsuzluğa yaxınlaşanda sonsuz bölü sonsuzluq şəklində qeyri-müəyyən alınır. Limit kök altı x kvadrat plus 9 minus 3 bölmə x. Azalan da açılan da x-ə bölsük. X kök altına gəldi x kvadrat. O da 1 plus 9 bölü x kvadrat. Minus 3 bölü x. Məxrəc sonsuzluğa yaxınlaşanda surət sabitdir. Sıfıra gedir. Birdən də sıfır çaldı. Elədir 1. Deməli 0 üstə gəl 2-də 1 üstə gəl 1. A üstə gəl B üstə gəl C. 0 2-də 1 1. Eləyir 2-də 3. D bəndi. Heştat 4. Limit x sonsuzluğa yaxınlaşanda 1 plus 13 bölü x üssü x. Bir üssü sonsuzluq şəklində qeyri-müəyyənlidir. Burada belə bir çevirmə aparaq. Limit 1 plus 13 bölü x üstünə burada yazaq x bölü 13 vur 13. X sonsuzluğa gedirsə x sonsuzluğa gedirsə bərabərdir. Bunu da yaza bilərik ki limit bu 13 bölü x'ə bir də t düşük. 13 bölü x'ə t düşük. Onda t yaxınlaşar sıfıra. Bu deyilər 1 plus t üssü 1 bölü t. Bunun da üssü 13. Bu deyilər y üssü 13. Cavab B bəndi. Heştat 5. Ümumiyyətlə nəticədə yazmışdım deyəsən. Limit x sonsuzluğa yaxınlaşanda 1 plus a bölü x üssü x bu bərabərdir y üssü a. Limit x sonsuzluğa yaxınlaşanda 1 plus 15 bölü x üssü x y üssü 15 eləyir. D bəndi. Heştat 6. Limit t sıfıra yaxınlaşanda 1 plus t üssü 6 plus 2t bölü t bərabərdir. T sıfıra yaxınlaşanda bu hal-hazırda 1 üssü 0 bölünsün 0. 0 bölü 0 özü qeyri-müəyyənlidir. Ona görə bunu belə bir çevirək. Limit t sıfıra yaxınlaşanda 1 plus t bölür 6 bölü t plus 2. Bu da bərabərdir. Limit t sıfıra yaxınlaşanda 1 plus t üssü 1 bölü t üssü 6 vurulsun
1 plus t üssü 2. Onda limitler hakkında teoreme göre birincinin limiti y üssü 6 eləyir, ikincinin də limiti t'nin yerine 0 qoyanda 1 eləyir. Bu deyilir y üssü 6. C bəndi. 87. Limit t sıfıra yakınlaşanda 1 plus t üssü 9 plus 2t böl t. T sıfıra yakınlaşanda 1 üssü 0 bölsün 0. 0 bölü 0 qeyri-müəyyənlidir. Limit t sıfıra yakınlaşanda 9 plus 2t'ni t'ye bölsü edir 9 bölü t üsse gəlir 2. Bunu da çevirək bu cür. Limit t sıfıra yakınlaşanda 1 plus t üssü 9 bölü t'ni yaza belə 1 bölü t üssü 9 vurulsun 1 plus t üssü 2. Limitler hakkında teoreme göre birincinin limiti y üssü 9, ikincinin de limiti t sıfıra yakınlaştığına göre 1. O değil y üssü 9. 87 A bəndi. 88. Limit x sonsuzluğa yakınlaşanda x plus 14 bölü x üssü x limitini hesaplıyor. Sonsuzluq böl sonsuzluq üssü sonsuzluq. Sonsuzluq böl sonsuzluq özü qeyri-müəyyənlidir. Çevirək bunu belə limit x yaxınlaşanda sonsuzluğa 1 plus 14 bölü x üssü x. Bu deyilir. İkinci görkəm limitə görə nəticədir. Y üssü 14. A bəndi. 89. Həmin misaldan olduğuna göre ikinci addımdan başlayaq. Çeviririk 1 plus 16 bölü x üssü x. Bu deyilir y üssü 16. B bəndi. 90. Limit x sıfıra yakınlaşanda bir üssü sonsuzluq şəklində qeyri-müəyyənlidir. Bunun qiymətini A-na işarə eləyək. Sonra yeni dəyişən metodundan istifadə eləyək. Mənfi 4x-a t deyək. Buradan x bərabər olacaq. Mənfi t bölü 4 və x sıfıra yaxınlaşdığından t də sıfıra yaxınlaşır. Onda a bərabərdir. Limit təzə dəyişənə keçirir. Limit t sıfıra yaxınlaşanda 1 plus t üssü. Deməli x-in yerinə mənfi t bölü 4 qoysun. 1'i böləndə necə? Mənfi 4 bölü t. Bunu da yaza bilərik. Limit t sıfıra yaxınlaşanda 1 plus t üssü 1 bölü t üssü mənfi 4. Bu da beraber olur. Y üssü mənfi 4. C bəndi. 91. Limit x sıfıra yakınlaşanda 1 minus 5x 1 bölü x. X sıfıra yaxınlaşanda bir üstü sonsuzluq şəklində qeyri-müəyyənlidir. A-la işarə eləyək onu. Yeni dəyişən daxil edək.
Mənfi 5x-ə t deyə x bərabər oldu. T böl mənfi t böl 5 və eyni zamanda t də 0-a yaxınlaşır. Onda a bərabərdir limit t 0-a yaxınlaşanda 1 plus t üssü mənfi 5 böl t. Bu da bərabərdir limit t 0'a yaxınlaşanda 1 plus t üssü 1 böl t üssü mənfi 5. Bu da bərabərdir y üssü mənfi 5. D bəndi. ...92 limit x sonsuza yaxınlaşanda x plus 3, 2x plus 1 üssü x. X sonsuza yaxınlaşanda kəsilir sonsuzluq böl sonsuzluq üssü x. Üssü sonsuzluq. Qeyri-müəyyənlikdir bu. A-nı işarə eləyək. Deməli, belə bir çevirmə aparaq. A bərabərdir. Limit x sonsuza yaxınlaşanda 2x plus 1 üssü gəl 2. 2x plus 1 üssü x. Bu da bərabərdir limit 2x plus 1, 2x plus 1'e bölündə 1. Bu dedir 2 bölünsün 2x plus 1 üssü x. Səliqəsi oldu bu. Limit x sonsuzluğa yaxınlaşanda 2x plus 1'i 2x plus 1'e bölündə 1. Bu da 2 bölünsün 2x plus 1 üssü x. Alındı belə. Ne var burada indi? X plus 1'e bir de t diyək. Onda x beraber olur t minus 1 bölü 2. Yani 2'də 1 t çıxmaq 2'də 1. X sonsuza yaxınlaşdığında burada t də sonsuza yaxınlaşır. Ve a beraber olur limit t sonsuzluğa yaxınlaşanda 1 plus 2 bölü t üstünde x'in yerini yazacaq. 2'də 1 t çıx 2'də 1. Bu da bərabərdir. Limit t sonsuzluğa yaxınlaşanda 1 plus 2 bölü t üssü t bölü 2 vurmaq 1 plus 2 bölü t üssü mənfi 2'də 1 bərabərdir. Birinci vurğu eləyir y. İkinci görkəm limitdir. T sonsuzluq olanda bu da eləyir 1 üssü mənfi 2'də 1 o da eləyir 1. Y vur 1 bu da elədi y. Cavab C bəndi. Doksan üç. 93 də 92'dəndir. Buna bir başqa yol tətbiq eləyəcəm. Yəni 2 də müxtəlif yolda. Deməli bizə nə lazımdır? Bizə lazımdır bu 3x plus 4 bölünsün 3x plus 1. Bu olsun 1 plus t formasında. Bunun bu formaya gətirmək üçün görə x neçə olmalıdır? Məxrəcdən qutaraq bunu.
3x plus t beraberdir. 1 plus t vurulsun 3x. Bir de 1 plus t. Üç x çıxmaq 3x çıxmaq 3xt bərabərdir 1 plus t çıxmaq 4. 3x'lar getdi. Mənfi 3xt bərabərdir t minus 3. Buradan x bərabər olur 3 minus t bölü 3. Yəni 1 çıxmaq t bölü 3. X buna bərabərdir. X sonsuzluğa yaxınlaşırsa, onda buradan çıxır ki, t də sonsuzluğa yaxınlaşır. X nəyə yaxınlaşırdı burada? X sonsuzluq. X sonsuzluqdur. X sonsuzluqdur. 3t. Onda burada eləyir deməli 1 bölü t. 1 bölü t çıxmaq 3'də 1. Bu bərabərliyin hər tərəfin kəsir surət məxfici x-a bölüsü belə alınır da. 3 plus 4 bölü x. Bu deyilir 3 plus 1 bölü x. Bərabərdir 1 plus t. Sıfıra yaxınlaşır, bu da sıfıra yaxınlaşır. Onda bu 3 bölü 3 1, birdən də 1 çıxanda 0 eləyir. T deməli sıfıra yaxınlaşır. T sıfıra yaxınlaşır. Biraz səliqə ilə yazın bu işi. Yuxarıdakı birinci sətirdə kəsim surəti məxrəcin x-a bölüsü alınır belə 3 plus 4 bölü x. 3 plus 1 bölü x bərabərdir 1 plus t. X artdıqca 4 bölü x-ə 0'a yaxınlaşır. Bunlar 3'ü 3'ə bölündə 1 eləyir. 1 bərabərdir 1 plus t. Buradan da t bərabərdir 0. T 0'a bərabər 4 deyəndə burada belə 1 plus t 1'ə yaxınlaşır. Belə deyək də. Buradan anılır ki 1 plus t yaxınlaşır 1'ə, buradan da t yaxınlaşır 0'a. Deməli, təzə onda limitimiz də bizim bərabərdir. Təzə dəyişənə keçirik də limit t yaxınlaşanda 0'a 1 plus t o kəsirin yerinə yazılır. Üstü də x-i. X də tapdıqda belə elədi. 1 bölü t çıxmaq 3'də 1'dir. Bunu da yaza bilərik. Limit t yaxınlaşanda 0'a 1 plus t üssü 1 bölü t vurmaq 1 plus t üssü mənfi 3'də 1. Bu da bərabər olur. Limit t 0'a yaxınlaşanda 1 plus t üssü 1 bölü t vurmaq limit 1 bölmək 1 plus t üssü 3'də 1. Bu deyilir y, t 0'a yaxınlaşır. Y vur 1, bu da elədi y. Cavab A bəndi. Limit x yaxınlaşanda sonsuzluğa x minus 9 bölü x 2x bərabərdir. Limit 1 minus 9 bölü x 2x. Bu da bərabərdir. Mənfi 9 bölü x-ə bir də t düşük. Limit t yaxınlaşanda 0'a 1 plus t
2 vurulsun. Deməli biz nə vermişik? -9/x-a t demişik. Onda burada x olub -9/t və x sonsuza getdiyinə görə t 0'a yaxınlaşır. 1 plus t üssü 2, x'in değerini yazırıq. -9 bölmək t. Limit t 0'a yaxınlaşanda 1 plus t üssü 1 bölü t, bunun da üssü -18. Beraberdir limit t 0'a yaxınlaşanda 1 plus t üssü 1 bölü t, bunun da üssü -18. Buradan da alınır ki y üssü -18. A bəndi. Deməli burada biz nə almışdıq ki, -9/x-a bir də t demişdik. X bərabər olmuşdu -9/t və x sonsuzluğa yaxınlaşdığından t 0'a yaxınlaşmışdı. Limit x yaxınlaşanda sonsuzluğa x çıxon bölü x üssü 3x. Limit qeyri-müəyyənli idi, yenə də yoxladıq. Mənfi x bölü 10 vurmaq -30. Deməli bu da bərabər olur y üssü -30. Bu hissə y. Cevap y bəndi. 96. Limit x yaxınlaşanda pi'ye sinus 7x çıxmaq sinus 5x bölünsün x çıxmaq pi. X pi olanda bu 0 bölünsün 0 şəklində qeyri-müəyyənlik. A ilə işarə eləyək limiti. X pi'ye yaxınlaşdığına görə x çıx pi'ye bir də t deyək. Buradan alınır ki x bərabərdir pi plus t və t yaxınlaşır 0. Onda demək sinus 7x'in yerinə pi plus t qoyuruq. Çıxmaq sinus 5 pi
pi plus t. X minus pi de t. Kəsiri üzərində çevirmə aparaq. Sinus 7 pi üstə gəl 7 t. Çıxmaq sinus 5 pi üstə gəl 5 t. Çevirmə düsturuna göre bu mənfi sinus 7 t eləyir. Bu da müsbət sinus 5 t eləyir. Bunu da yaza bilərik. Deməli bu oldu mənfi sinus 7 t, bu da müsbət. Onda bunu yaza belə. Sinus 5t bölü t çıxmaq sinus 7t bölü t. Onda a bərabər olar. Limit t yaxınlaşanda sıfıra sinus 5t bölü t sıfıra yaxınlaşanda 5 eləyir. Birinci görkəm limit. O biri də 7 eləyir. Çıxanda eləyir mənfi 2. D bəndi. 97. Limit x yaxınlaşanda 2'ye x kvadrat minus 5x plus a x kvadrat minus 4 bərabərdir b olarsa AB hasilini tapın. A da B də həqiqi ədəddir. X 2'ye yaxınlaşanda məxrəc 0'a yaxınlaşır. Surət amma A parametri olduğuna göre bilmirik nəyə yaxınlaşır. Deyir, cavab B'dir. B də həqiqi ədəddir. Deməli, A elə ədəd olmalıdır ki, bu qeyri-müəyyənli olsun da. Qeyri-müəyyənli olmasa surət bir də deməli, x 2'ye yaxınlaşır, məxrəc 0 eləyir. Məxrəc 0 eləyirsə, 0'a yaxınlaşırsa, surət 0'a yaxınlaşmasa, hər hansı 0'dan fərqli bir ədədə yaxınlaşsa, onda bu sonsuzluğa gedəcək. Məxrəc 0'a getdiyinə görə cavab sonsuz olacaq. Amma şərtdə deyir, B həqiqi ədəddir. Deməli, onda bu A-nı yerinə elə ədəd qoymalıyıq ki, qeyri-müəyyənli alınsın. Yəni 0 bölünsün 0 şəklində qeyri-müəyyənli alınmalıdır. A elə ədəd olmalıdır ki, x 2'ye gələndə surət 0'a geçsin. Onda görə elə x 2'ye yaxınlaşanda bu x kvadrat minus 5x plus a. X 2'ye gedəndə bu yaxınlaşır hansı ədədə? 4 çıxmaq 9 plus a. Bu eləyir a. Bu 10 eləyir. X 2'ye yaxın 4. Ondan 4 çıxanda 6. Deməli, x 2'ye yaxınlaşanda bunun surəti yaxınlaşır 6 çıx a-ya. 6 çıx a-nın da 0'a yaxınlaşması için a neçə olmalıdır? 6 olmalıdır. A yerinə onda 6 qoysuq. Surət olacaq x kvadrat plus 5x plus 6. Bu üçəlinin də kökü 2 ilə 3'dir. Vurğuları ayranda eləyəcək x minus 2, x minus 3. Onda B bərabər olacaq. Limit
x 2'ye yaxınlaşanda məxrəc olur x minus 2, x plus 2. Surət olur x minus 2, x minus 3. X minus 2'lər ixtisar gedir. X yerine 2 qoysun, bu mənfi 1, bu da 4. B oldu mənfi 4'də 1. A6, deməli A vur B. 6 vur mənfi 4'də 1. 6'nı mənfi 4'də 1'ə vuranda mənfi 1 onda 5 edir. Cavab Y bəndi. 98. Limit x yaxınlaşanda pi bölü 2'ye. X çıx pi bölü 2 vur tangens x. X pi bölü 2'ye yaxınlaşanda x çıx pi bölü 2 sıfıra yaxınlaşır. Tangensiya sonsuzluğa. 0 vur sonsuzluq qeyri-müəyyənlidir. Bunu işarə eləyək ana. Və aşağıdakı yeni dəyişəni daxil ilə x çıx pi bölü 2'ye t deyək. Onda x bərabər olur pi bölü 2 plus t. T də yaxınlaşır sıfıra. Onda a bərabər olur limit. T də yaxınlaşanda sıfıra. T vurulsun. Tangens pi bölü 2 plus t. Bu da bərabərdir. Limit t yaxınlaşanda sıfıra. T vurulsun. Kotangens t. İkinci rübə düşür mənfi. Bu da bərabərdir. Limit mənfi çıxsın sabit vuruldu. T yaxınlaşanda sıfıra t bölünsün tangens t. Birinci görkəmli limitə görə t bölü tangens t 1 eləyir. Cavab onda eləyir mənfi 1. 98 D bəndi. Doksan dokuz. X mənfi 2'ye yaxınlaşanda 0 bölünsün 0 şəklində qeyri-müəyyənli alınır 99'da. Qeyri-müəyyənlikdən qurtarmaq üçün kəsin surət məxrəcin surətin qoşmasına vuraq. Surət özü onda plus idi, qoşması minus olur. Minusa vurmuş orada. X kvadrat çıxma x çıxma 6. Surətin, yəni x kvadrat minus x minus 6'nın kökləri mənfi 2 ilə 3 eləyir. Ona görə vurğuları ayıranda eləyir x plus 2, x minus 3. X'in yerine mənfi 2 qoysun, bu eləyir mənfi 5. Mənfi 2 qoysun, bu da mənfi 4.
5 bölü 4. A bəndi. 100. A və B həqiqi ədədləri üçün limit 1 olarsa B-ni tapın. X 2'ye yaxınlaşanda məxrəc 0'a yaxınlaşır. Eğer surət 0 olmasa, onda bir kəsin qiyməti sonsuza yaxınlaşır. Çünki məxrəc kiçildikcə surət 0'dan fərqli ədəd olsa 0'a yaxınlaşır. Amma limit 1'dir. Deməli, onda surət daha doğrusu 0 olmasa, onda bu 0'a yaxınlaşır da surət 0 olmasa. Onda belə çıxır ki, surət 0 olmalıdır x 2 olanda. Yani x 2'ye yaxınlaşanda surətin qiyməti 0'a yaxınlaşmalıdır. Yani 4 minus 2a minus 2b bu yaxınlaşmalıdır 0'a. Buradan da çıxır ki 2a minus 2b yaxınlaşmalıdır mənfi 4'e. A plus B yaxınlaşmalıdır mənfi 2'ye. A plus B mənfi 2'ye yaxınlaşmalıdır. Deməli, x 2'ye yaxınlaşanda 4 plus 2a plus 2b 0 olmalıdır. Buradan alınır 2a plus 2b mənfi 4. A plus B mənfi 2. A da bərabərdir mənfi B minus 2 olacaq. Surətdə A-nın yerinə mənfi B minus 2 qoysuq. Vurğuları arası alınır x minus 2, x minus B. Onda bizdə belə olur da limit x 2'ye yaxınlaşanda surət oldu x minus 2, x minus B. Məxrəci də vurğuları ayıranda x minus 2, x kvadrat plus 2x plus 4. X minus 2'ler ixtisar getdi. X'in yerine 2 qoyanda surət edir 2 minus B. Məxrəc edir x'in yerine 2 qoyanda 4, 4, 12. Bu da şərtə göre 1 olmalıdır. Buradan 2 çıx B bərabərdir 12'ye. B də bərabərdir mənfi 10. B oldu mənfi 10. Onda buradan da alınır ki A bərabərdir mənfi B çıxmaq 2. Müsbət 10 çıx 2 bu da edir 8. A da oldu 8. Bizdən ilə B'ni soruşur da B mənfi 10'dur. A'ya ehtiyac yox idi. B mənfi 10. B bəndi.